Qida borusunun varikozları. Portal venin durğunluğundan digər venlərdə də durğunluq yarana bilir və doğum kimi qarşımıza çıxır. Bu venlərin içində ən təhlükəli olan qida borusunun damarlarıdır. Təhlükə ondan ibarətdir ki, qida qəbulu zamanı həmin damarlar zədələnə bilir. Bu qanaxmalar digər qanaxmalardan daha təhlükəlidir. Çünki təzyiqlə bol miqdarda qanın bədəndən çıxması və vaxtında xüsusi ixtisaslaşdırılmış müəssisəyə çatdırılmayanda xəstə həyatını dəyişə bilər. Gastroenterologlar tərəfindən həmin damarların vaxtında müalicə olmalıdır. İki növ müalicə üsulu var. Birincisi bant liqasiyadır, ikincisi də skleroterapiyadır. Bant liqasiya xüsusi vasitələrlə genişlənmiş damarlar tutularaq üzərinə bant taxılır. Həmin damarlarda qan dövranı pozulması yaranır və damarların dolğunluğu səngiyir. Bir seansda 9-a qədər damar bağlaya bilərik. Skleroterapiya. Skleroterapiya iğnə vasitəsilə endoskopiya zamanı damarı dəlirik və içinə xüsusi kley vurulur. Həmin kley damardan qan dövranını pozur, tromb yaradır və dolğun damarların boşalmasına səbəb olur. Bu cür xəstələrdə yeni damarların əmələ gəlməsinin risklərini ola bilmə ehtimalı yüksəkdir və belə hallarda həmin xəstələr uzun müddət gastroenterologların nəzarətində olmalıdırlar.